Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə belə yumşaq bulka resepti bölüşəcəm. Əvvəlcə bir qaba əvvəlcədən isitdiyim 2 stəkan südü ilıq formada əlavə edirəm. Daha sonra şəkər tozu və yumurta. Bunları yaxşıca qarışdırıram. Qarışdırdıqdan sonra mayanı əlavə edirəm. Azca duz, duru yağ, vanil və 6 stəkan un əlavə edirəm. Qeyd edim ki, ərzaqları açıqlamada daha dəqiqliklə qeyd edəcəm. Bu formada xəmiri yoğururam. Ələ yapışan xəmir alındı. Daha sonra əritdiyim kərə yağını da üzərinə əlavə edərək bir daha yoğururam. Xəmirin üzərini streçlə bağlayaraq yarım saat mayalanmaq üçün gözlədirəm. Baxın, burada artıq xəmir mayalanmağa başlayıb. Daha sonra bu xəmiri 2 hissəyə bölürəm. İki hissəyə böldükdən sonra belə daha 6 hissəyə də bölərək bu formaya gətirirəm. Hazırladığım bulkaları soba listinə düzərək üzərini yenə də streçlə örtüb 40 dəqiqədə gözlədirəm. Baxın, burada artıq bulkalarımız mayalanıb. Üzərinə süd çəkirəm və sobaya bişməyə göndərirəm. Mən 180 dərəcədə bişirdim. Bişdikdən sonra üzərinə azca kərə yağı sürtdüm, belə parıltılı görünüş versin deyə. Hazırlayacaq olan hər kəsə nuş olsun.